Peyğəmbər deyir, dünyadakı vəziyyətimi, bu bədənlə bağlı vəziyyətimi. Kərakibin, elə bir nəfər bir minikdədir, atlandı. İndi o vaxt at var idi da, maşın yox idi ki. Bir nəfər minib ata, yol gedir. Sonra bir yerdə istəzəllə, kölgəyin altına daxil olmaq istəyir ki, istirahət eləsin də, yoruldu da yol getməkdən. Günəşin altında gün al. Çəkilir bir güşəyə, kölgə tapır, o kölgədə nə eləmək istəyir? İstirahət eləmək istəyir. Təxtə şəcərətin. Biraz summa rahə, biraz istirahət eləyəndən sonra tərəkəha. İlişib qalmır ki, deyir orada. Oradan çıxın inir, gedir yenə də ünvanına. Deyir, bu bədən də bu cürlə. Başa düşdünüz? Buna diqqət eləməlisən ki, yolunu gedə biləsən. Buna diqqət eləməlisən ki, yolunu gedəsən. Buna diqqət eləməsən, bu səni aparmayacaq, çatdırmayacaq ünvana. Məhz elə buna da ona görə diqqət eləməlisən. Yəni, əsalət burada ruhdur, həqiqət burada ruhdur və bu bədənin yeməyini, suyunu verməlisən ki, içsin, yesin, istirahət eləsin və s. ki, ruh bunun vasitəsilə pərvaz edə bilsin. Bu dinin buyruğu. Da orada ilişib deyil, qalma. Bədən ruha xidmət eləsin, ruh bədənə yox. Bəzi vaxt ruh bədənə xidmət edir. Bütün gün güzgün qabağında bəzənir. Bütün gün güzgün qabağında bəzənir. Mesela bütün gün orada. Sonra gəl mənicə baxdılar, nə dedilər, nə demədilər. Sonra biri belə baxanda ona görə narahat olur. Biri biraz bir söz deyəndə buna görə narahat olur. Burada ruh bədənə qulluq eləyir, bədən ruha qulluq eləmir. Bizə hədislərdə deyirlər, bu bədənimizdən alın, ruhunuza verin. Nə mənada? Səxavətli olun, o bədənin istirahətindən alın, ruhunuza xidmət edin. O lazımı qədər istirahət öz yerində. Çox yoxdur, artıq da. O artığı ruhuva xidmət elə. Bu o tərəfə qulluq eləsin, bunu bu tərəfə qulluğa aparmaq. Ruh ağadır, ağa. Ağanı gətirib qul eləmə bədənin qabağında. Məsələ bu. Fikir versən, bu baxışda insan maddi tərəfi də ödənir, amma ilişib qalmır orada, çox sadə. İnsan hərəkət edir.